Salam. Bugün sizinlə birlikdə göndərdiyiniz mənbələrə əsaslanaraq Azərbaycan Əmək Məcəlləsinin bəzi, necə deyim, vacib məqamlarına baş vururuq. Söhbət əsasən iş yeri qaydaları, maddi ziyan olanda kim məsuliyyət daşıyır, bir də işçilərin təhlükəsizliyi, xüsusilə də bəzi qruplara olan yanaşmadan gedəcək. Yəni, baxaq görək bu qanunlar iş həyatımızı necə tənzimləyir. Bəli, salam. Çalışacaq ki, işə götürən və işçi arasındakı bu hüquq və vəzifə tarazlığını anlamağa kömək edək. Gəlin, intizam məsələləri, maddi məsuliyyət və təbii ki, əməyin mühafizəsi kimi mövzulara nəzər salaq. Yaxşı, başlayaq elə iş yerindəki qaydalardan, intizamdan. Yəqin ki, hər şirkətin özünün daxili qaydaları olur, eləmi? İş saatları, fasilələr. Elədir, tamamilə. Şirkətlər öz daxili nizam-intizam qaydalarını müəyyən edə bilərlər. Hətta, məsələn, işçiləri həvəsləndirmək üçün mükafatlandırma sistemləri də qura bilərlər, bonuslar, əlavə məzuniyyət, belə şeylər. Amma yəqin bir həddi var. Əlbəttə. Əsas şərt odur ki, bu daxili qaydalar əmək məcəlləsinin tələblərinə zidd olmasın. Bir də var ki, bəzi sahələr, məsələn, dəmir yolu, rabitə, dəniz nəqliyyatı, mədəncilik kimi yerlərdə daha sərt, xüsusi intizam nizamnamələri tətbiq olunur, orada məsuliyyət daha yüksəkdir. Bəs qaydalar pozulduqda nə olur? Cəza mexanizmi necə işləyir? Baxın, qayda pozuntusuna görə işə götürən müəyyən intizam tənbehləri tətbiq edə bilər. Bunlar nədir? Töhmət var, sonra sonuncu xəbərdarlıqla verilən şiddətli töhmət var. Bəzi hallarda əgər kollektiv müqavilədə nəzərdə tutulubsa, maaşın 1/4-nə qədər cərimə də ola bilər. Ən son halda isə əlbəttə işdən çıxarma. Yəni birbaşa işdən çıxarmaq olmur yəqin. Proses necədir? Yox, elə deyil. İşə götürən mütləq deməli işçidən yazılı izahat tələb etməlidir. Sonra qərar verərkən pozuntunun ağırlığını, işçinin əvvəlki fəaliyyətini, şəxsiyyətini nəzərə almalıdır. Və vacib məqam, bir pozuntuya görə yalnız bir tənbeh verilə bilər. Bunun üçün də vaxt məhdudiyyəti var. Adətən pozuntu aşkarlanandan sonra 1 ay ərzində tətbiq edilir. Və bu tənbeh nə qədər qüvvədə qalır? 6 ay. Əgər işçi bu müddətdə yeni bir pozuntuya yol verməsə, tənbeh öz-özünə qüvvədən düşmüş sayılır. Hətta yaxşı işinə görə vaxtından əvvəl də götürülə bilər. Aydındır. İndi keçək o maddi zərər məsələsinə. İşdə nəsə qırıldı, itdi, korlandı. Kim ödəyir? Hə, bu da çox aktual məsələdir. Burada məsuliyyət həm işçiyə, həm də işə götürənə aid ola bilər. Əsas şərtlər bunlardır. Zərər faktı olmalıdır, zərər vuran hərəkət qanunsuz olmalıdır və bu hərəkətlə zərər arasında, necə deyərlər, səbəb-nəticə əlaqəsi sübuta yetirilməlidir. Yəni hər iki tərəf məsuliyyət daşıya bilər. Bəli. Hətta işçi işdən çıxsa belə, əgər onun təqsiri üzündən zərər dəyibsə, o məsuliyyətdən azad olunmur. Bəs işə götürən hansı hallarda maddi məsuliyyət daşıyır? İşə götürənin məsuliyyəti, məsələn, işçini qanunsuz işdən çıxalma halında yaranır, ya da iş yerində təhlükəsiz şərait təmin etməyibsə və nəticədə işçi xəsarət alıbsa, işçinin əmlakına zərər dəyibsə, məsələn, saxlama şəraiti düzgün olmayıb və ya əmək haqqı düzgün hesablanmayıb, gecikdirilibsə, bu kimi hallar çoxdur. Başa düşdüm. Bəs işçinin məsuliyyəti nə qədər olur? Həmişə zərərin tam məbləğini ödəməlidir. Ümumi qayda belədir ki, işçi vurduğu zərərə görə adətən öz orta aylıq əmək haqqı miqdarından çox olmayan məbləğdə məsuliyyət daşıyır. Yəni limit var. Bəli. Amma elə hallar var ki, işçi tam maddi məsuliyyət daşıyır. Məsələn, əgər onunla xüsusi olaraq tam maddi məsuliyyət haqqında yazılı müqavilə bağlanıbsa, bu adətən pul, qiymətli əşyalarla işləyən vəzifələrə aiddir və yalnız 18 yaşı tamam olmuş işçilərlə bağlana bilər. Yaxud da əmlaki qəsdən korlayıbsa, məhv edibsə, sarxoş vəziyyətdə zərər vurubsa və ya onun hərəkətlərində cinayət tərkibi varsa, belə hallarda zərəri tam ödəməlidir. Amma elə hallarda var ki, işçi heç məsuliyyət daşımır, düzdür? Məsələn, nəsə təbii fəlakət olsa. Düzdür. Qarşısı alınmaz qüvvə, yəni təbii fəlakət kimi hallar, normal istehsalat riski, zəruri müdafiə vəziyyəti, yaxud avadanlıq işçinin təqsiri olmadan sıradan çıxıbsa, buna görə işçi məsuliyyət daşımır. Normal istehsalat riski dedikdə, yəni işin gedişində qaçılmaz olan, gözlənilən xarab olmalar nəzərdə tutulur. Çox maraqlıdır. Gəlin indi də ən vacib məsələlərdən birinə, təhlükəsizliyə, yəni əməyin mühafizəsinə keçək.
Bu, yəqin ki, məcəllənin özəyini təşkil edir. Mütləq bu fundamental hüquqdur. Məcəllə deyir ki, hər kəsin təhlükəsiz və sağlam iş şəraitində işləmək hüququ var. Və bu çox geniş anlayışdır. Təkcə ştatda olan işçilərə yox, təcrübə keçənlərə, müqavilə ilə işləyənlərə, hətta işə cəlb olunan hərbi qulluqçulara da aiddir. Əsas prinsip də odur ki, işçinin həyat və sağlamlığı hər şeydən üstündür. İqtisadi maraqlar bunu ikinci plana keçirə bilməz. Bəs bu təhlükəsizliyi təmin etmək konkret olaraq kimin boynundadır? Dövlət, işə ötürən, yoxsa işçinin özü? Bu əslində birgə məsuliyyətdir. Dövlət ümumi qaydaları, standartları müəyyən edir, təhlükəli işlərin siyahısını təsdiqləyir, amma konkret iş yerində şəraiti yaratmaq əlbəttə işə götürənin birbaşa vəzifəsidir. O, təhlükəsiz binalar, avadanlıqlar təmin etməli, gigiyenik şərait yaratmalı, işçilərə lazımi fərdi mühafizə vasitələrini, geyim, ayaqqabı, respirator və s. verməlidir. Təlimatlar keçməlidir. İşçinin də vəzifələri var yəqin. Əlbəttə. İşçi də öz növbəsində bu təhlükəsizlik qaydalarına əməl etməli, ona verilən mühafizə vasitələrindən düzgün istifadə etməlidir. Ən əsası, hər hansı bir təhlükəli vəziyyət baş vermiş qəza barədə dərhal rəhbərliyə və ya müvafiq şəxslərə məlumat verməlidir, əməkdaşlıq etməlidir. Bəs Allah eləməsin, işdə bədbəxt hadisə baş verərsə, prosedur necədir? İşə götürən belə hadisə barədə dərhal dövlət əmək müfəttişliyinə məlumat verməlidir. Müfəttişlik isə hadisənin səbəblərini araşdırır, akt tərtib edir. Bu araşdırma çox vacibdir. Qəzaları gizlətmək ciddi məsuliyyət yaradır. Bunun maliyyə tərəfi necə həll olunur? Yəni bu təhlükəsizlik tədbirləri üçün pul hardan gəlir? Həm dövlət büdcəsindən müəyyən proqramlar maliyyələşir, həm də birbaşa şirkətlərin öz vəsaitləri hesabına. Qanun tələb edir ki, şirkətlər hər il əmək haqqı fondunun ən azı 2% həcmində vəsaiti əməyin mühafizəsi tədbirlərinə ayırsınlar. Bu, kollektiv müqavilələrdə də öz əksini tapır. Başa düşdüm. Məcəllədə deyəsən, bəzi işçi qrupları üçün əlavə qorunma tədbirləri də var. Məsələn, qadınlar üçün. Bəli, xüsusi müdafiə qaydaları mövcuddur. Çox vacib məqamlardır. Məsələn, bir qadını hamilə olduğuna və ya uşağı olduğuna görə işə qəbuldan imtina etmək qəti qadağandır. Bu, ciddi qanun pozuntusudur. Həmçinin qadınların ağır, zərərli işlərdə, yeraltı işlərdə bəzi istisnalar olmaqla, məsələn, rəhbər vəzifə və ya sanitar xidmət, işləməsi qadağandır. Hətta qadınların əllə qaldıra biləcəyi yükün də çəki limiti var. Bəs iş rejimi ilə bağlı, məsələn, gecə işi, ezamiyyət? Baxın, hamilə qadınları və 14 yaşına qədər uşağı olan və ya əlilliyi olan uşağı olan qadınları gecə işinə, iş vaxtından artıq işə, istirahət və bayram günlərində işə cəlb etmək, həmçinin ezamiyyətə göndərmək üçün onların mütləq yazılı razılığı alınmalıdır. Yəni, razı olmasalar məcbur etmək olmaz. Qətiyyən. Hətta hamilə və 3 yaşınadək uşağı olan qadınlar üçün əlavə bir şərt də var. Həkimdən arayış olmalıdır ki, həmin iş onların sağlamlığı üçün təhlükə yaratmır. Bu çox ciddi məsələdir. Bundan başqa, hamilə qadın əgər tibbi rəy təqdim edirsə, işə götürən onu daha yüngül işə keçirməlidir və bu zaman onun orta əmək haqqı saxlanılmalıdır. Maaşı azaltmaq olmaz. Bəs uşağı əmizdirən analar üçün nəsə var? Əlbəttə. 1 yaş yarımına qədər uşağı olan və onu əmizdirməkdə çətinlik çəkən qadınlar da daha yüngül işə keçirməyi tələb edə bilər. Və ən vacibi, onlara iş vaxtı ərzində uşağı yedizdirmək üçün əlavə fasilələr verilir. Bu fasilələr də iş vaxtına daxil edilir və ödənilir. Hamiləliyə və ya uşaq yedizdirməyə görə əmək haqqını azaltmaq qəti qadağandır. Deməli, belə ümumiləşdirsək, əmək məcəlləsi həqiqətən də iş yerində bir çox vacib aspekti intizamdan tutmuş, maddi məsuliyyətə, təhlükəsizliyə qədər əhatə etməyə çalışır və xüsusilə həssas qrupların müdafiəsinə önəm verir. Tamamilə doğrudur. Yəni, məqsəd həm iş prosesinin normal getməsini təmin etmək, həm də işçinin bir insan kimi fundamental hüquqlarını, sağlamlığını, təhlükəsizliyini qorumaq üçün bir hüquqi çərçivə yaratmaqdır. Bu, daimi bir tarazlıq axtarışıdır əslində. Və siz, əziz dinləyicimiz, bəlkə də bu söhbətdən sonra biraz düşünəsiniz. Görəsən, qanunların təhlükəsizliyə və məsuliyyətə bu qədər diqqət yetirməsi, şirkətlərin gündəlik fəaliyyətinə, onların riskə yanaşmasına, ümumiyyətlə işçi rifahı ilə bağlı korporativ mədəniyyətinə necə təsir edir?
Yəni bu sadəcə qanuna əməl etməkdir, yoxsa daha dərin təsirləri var? Düşünməyə dəyər bir mövzudur. Söhbət əsasən iş yeri qaydaları, maddi ziyan olanda kim məsuliyyət daşıyır, bir də işçilərin təhlükəsizliyi, xüsusilə də bəzi qruplara olan yanaşmadan gedəcək. Yəni, baxaq görək bu qanunlar iş həyatımızı necə tənzimləyir. Gəlin intizam məsələləri, maddi məsuliyyət və təbii ki, əməyin mühafizəsi kimi mövzulara nəzər salaq. Yaxşı, başlayaq elə iş yerindəki qaydalardan, intizamdan. Yəqin ki, hər şirkətin özünün daxili qaydaları olur, eləmi? İş saatları, fasilələr. Elədir, tamamilə. Şirkətlər öz daxili nizam-intizam qaydalarını müəyyən edə bilərlər. Hətta, məsələn, işçiləri həvəsləndirmək üçün mükafatlandırma sistemləri də qura bilərlər, bonuslar, əlavə məzuniyyət, belə şeylər. Amma yəqin bir həddi var. Əlbəttə. Əsas şərt odur ki, bu daxili qaydalar əmək məcəlləsinin tələblərinə zidd olmasın. Bir də var ki, bəzi sahələr, məsələn, dəmiryolu, rabitə, dəniz nəqliyyatı, mədəncilik kimi yerlərdə daha sərt, xüsusi intizam nizamnamələri tətbiq olunur, orada məsuliyyət daha yüksəkdir. Bəs qaydalar pozulduqda nə olur? Cəza mexanizmi necə işləyir? Baxın, qayda pozuntusuna görə işə götürən müəyyən intizam tənbehləri tətbiq edə bilər. Bunlar nədir? Töhmət var, sonra sonuncu xəbərdarlıqla verilən şiddətli töhmət var. Bəzi hallarda əgər kollektiv müqavilədə nəzərdə tutulubsa, maaşın 1/4-nə qədər cərimə də ola bilər. Ən son halda isə əlbəttə işdən çıxarma. Yəni birbaşa işdən çıxarmaq olmur, yəqin. Proses necədir? Yox, elə deyil. İşə götürən mütləq deməli işçidən yazılı izahat tələb etməlidir. Sonra qərar verərkən pozuntunun ağırlığını, işçinin əvvəlki fəaliyyətini, şəxsiyyətini nəzərə almalıdır. Və vacib məqam, bir pozuntuya görə yalnız bir tənbeh verilə bilər. Bunun üçün də vaxt məhdudiyyəti var. Adətən pozuntu aşkarlanandan sonra 1 ay ərzində tətbiq edilir. Və bu tənbih nə qədər qüvvədə qalır? 6 ay. Əgər işçi bu müddətdə yeni bir pozuntuya yol verməsə, tənbeh öz-özünə qüvvədən düşmüş sayılır. Hətta yaxşı işinə görə vaxtından əvvəl də götürülə bilər. Aydındır. İndi keçək o maddi zərər məsələsinə. İşdə nəsə qırıldı, itdi, korlandı. Kim ödəyir? Hə, bu da çox aktual məsələdir. Burada məsuliyyət həm işçiyə, həm də işə götürənə aid ola bilər. Əsas şərtlər bunlardır. Zərər faktı olmalıdır, zərər vuran hərəkət qanunsuz olmalıdır və bu hərəkətlə zərər arasında, necə deyərlər, səbəb-nəticə əlaqəsi sübuta yetirilməlidir. Yəni hər iki tərəf məsuliyyət daşıya bilər. Bəli. Hətta işçi işdən çıxsa belə, əgər onun təqsiri üzündən zərər dəyibsə, o məsuliyyətdən azad olunmur. Bəs işə götürən hansı hallarda maddi məsuliyyət daşıyır? İşə götürənin məsuliyyəti, məsələn, işçini qanunsuz işdən çıxalma halında yaranır, ya da iş yerində təhlükəsiz şərait təmin etməyibsə və nəticədə işçi xəsarət alıbsa, işçinin əmlakına zərər dəyibsə, məsələn, saxlama şəraiti düzgün olmayıb və ya əmək haqqı düzgün hesablanmayıb, gecikdirilibsə, bu kimi hallar çoxdur. Başa düşdüm. Bəs işçinin məsuliyyəti nə qədər olur? Həmişə zərərin tam məbləğini ödəməlidir. Ümumi qayda belədir ki, işçi vurduğu zərərə görə adətən öz orta aylıq əmək haqqı miqdarından çox olmayan məbləğdə məsuliyyət daşıyır. Hə, yəni limit var. Bəli. Amma elə hallar var ki, işçi tam maddi məsuliyyət daşıyır. Məsələn, əgər onunla xüsusi olaraq tam maddi məsuliyyət haqqında yazılı müqavilə bağlanıbsa, bu adətən pul, qiymətli əşyalarla işləyən vəzifələrə aiddir və yalnız 18 yaşı tamam olmuş işçilərlə bağlana bilər. Yaxud da əmlaki qəsdən korlayıbsa, məhv edibsə, sarxoş vəziyyətdə zərər vurubsa və ya onun hərəkətlərində cinayət tərkibi varsa, belə hallarda zərəri tam ödəməlidir. Amma elə hallarda var ki, işçi heç məsuliyyət daşımır, düzdür? Məsələn, nəsə təbii fəlakət olsa. Düzdür. Qarşısı alınmaz qüvvə, yəni təbii fəlakət kimi hallar, normal istehsalat riski, zəruri müdafiə vəziyyəti, yaxud avadanlıq işçinin təqsiri olmadan sıradan çıxıbsa, buna görə işçi məsuliyyət daşımır. Normal istehsalat riski dedikdə, yəni işin gedişində qaçılmaz olan, gözlənilən xarab olmalar nəzərdə tutulur. Çox maraqlıdır. Gəlin indi də ən vacib məsələlərdən birinə, təhlükəsizliyə, yəni əməyin mühafizəsinə keçək. Bu, yəqin ki, məcəllənin özəyini təşkil edir. Mütləq, bu fundamental hüquqdur.
Məcəllə deyir ki, hər kəsin təhlükəsiz və sağlam iş şəraitində işləmək hüququ var və bu çox geniş anlayışdır. Təkcə ştatda olan işçilərə yox, təcrübə keçənlərə, müqavilə ilə işləyənlərə, hətta işə cəlb olunan hərbi qulluqçulara da aiddir. Əsas prinsip də odur ki, işçinin həyat və sağlamlığı hər şeydən üstündür. İqtisadi maraqlar bunu ikinci plana keçirə bilməz. Bəs bu təhlükəsizliyi təmin etmək konkret olaraq kimin boynundadır? Dövlət, işə ötürən, yoxsa işçinin özü? Bu əslində birgə məsuliyyətdir. Dövlət ümumi qaydaları, standartları müəyyən edir, təhlükəli işlərin siyahısını təsdiqləyir, amma konkret iş yerində şəraiti yaratmaq əlbəttə işə götürənin birbaşa vəzifəsidir. O, təhlükəsiz binalar, avadanlıqlar təmin etməli, gigiyenik şərait yaratmalı, işçilərə lazımi fərdi mühafizə vasitələrini, geyim, ayaqqabı, respirator və s. verməlidir. Təlimatlar keçməlidir. İşçinin də vəzifələri var yəqin. Əlbəttə. İşçi də öz növbəsində bu təhlükəsizlik qaydalarına əməl etməli, ona verilən mühafizə vasitələrindən düzgün istifadə etməlidir. Ən əsası, hər hansı bir təhlükəli vəziyyət baş vermiş qəza barədə dərhal rəhbərliyə və ya müvafiq şəxslərə məlumat verməlidir, əməkdaşlıq etməlidir. Bəs Allah eləməsin, işdə bədbəxt hadisə baş verərsə, prosedur necədir? İşə götürən belə hadisə barədə dərhal dövlət əmək müfəttişliyinə məlumat verməlidir. Müfəttişlik isə hadisənin səbəblərini araşdırır, akt tərtib edir. Bu araşdırma çox vacibdir. Qəzaları gizlətmək ciddi məsuliyyət yaradır. Bunun maliyyə tərəfi necə həll olunur? Yəni bu təhlükəsizlik tədbirləri üçün pul hardan gəlir? Həm dövlət büdcəsindən müəyyən proqramlar maliyyələşir, həm də birbaşa şirkətlərin öz vəsaitləri hesabına. Qanun tələb edir ki, şirkətlər hər il əmək haqqı fondunun ən azı 2% həcmində vəsaiti əməyin mühafizəsi tədbirlərinə ayırsınlar. Bu, kollektiv müqavilələrdə də öz əksini tapır. Başa düşdüm. Məcəllədə deyəsən, bəzi işçi qrupları üçün əlavə qorunma tədbirləri də var. Məsələn, qadınlar üçün. Bəli, xüsusi müdafiə qaydaları mövcuddur. Çox vacib məqamlardır. Məsələn, bir qadını hamilə olduğuna və ya uşağı olduğuna görə işə qəbuldan imtina etmək qəti qadağandır. Bu, ciddi qanun pozuntusudur. Həmçinin qadınların ağır, zərərli işlərdə, yeraltı işlərdə bəzi istisnalar olmaqla, məsələn, rəhbər vəzifə və ya sanitar xidmət, işləməsi qadağandır. Hətta qadınların əllə qaldıra biləcəyi yükün də çəki limiti var. Bəs iş rejimi ilə bağlı, məsələn, gecə işi, ezamiyyət? Baxın, hamilə qadınları və 14 yaşına qədər uşağı olan və ya əlilliyi olan uşağı olan qadınları gecə işinə, iş vaxtından artıq işə, istirahət və bayram günlərində işə cəlb etmək, həmçinin ezamiyyətə göndərmək üçün onların mütləq yazılı razılığı alınmalıdır. Yəni, razı olmasalar məcbur etmək olmaz. Qətiyyən. Hətta hamilə və 3 yaşınadək uşağı olan qadınlar üçün əlavə bir şərt də var. Həkimdən arayış olmalıdır ki, həmin iş onların sağlamlığı üçün təhlükə yaratmır. Bu çox ciddi məsələdir. Bundan başqa, hamilə qadın əgər tibbi rəy təqdim edirsə, işə götürən onu daha yüngül işə keçirməlidir və bu zaman onun orta əmək haqqı saxlanılmalıdır. Maaşı azaltmaq olmaz. Bəs uşağı əmizdirən analar üçün nəsə var? Əlbəttə. 1 yaş yarımına qədər uşağı olan və onu əmizdirməkdə çətinlik çəkən qadınlar da daha yüngül işə keçirməyi tələb edə bilər və ən vacibi, onlara iş vaxtı ərzində uşağı yedizdirmək üçün əlavə fasilələr verilir. Bu fasilələr də iş vaxtına daxil edilir və ödənilir. Hamiləliyə və ya uşaq yedizdirməyə görə əmək haqqını azaltmaq qəti qadağandır. Deməli, belə ümumiləşdirsək, əmək məcəlləsi həqiqətən də iş yerində bir çox vacib aspekti intizamdan tutmuş, maddi məsuliyyətə, təhlükəsizliyə qədər əhatə etməyə çalışır və xüsusilə həssas qrupların müdafiəsinə önəm verir. Tamamilə doğrudur. Yəni, məqsəd həm iş prosesinin normal getməsini təmin etmək, həm də işçinin bir insan kimi fundamental hüquqlarını, sağlamlığını, təhlükəsizliyini qorumaq üçün bir hüquqi çərçivə yaratmaqdır. Bu, daimi bir tarazlıq axtarışıdır əslində. Və siz, əziz dinləyicimiz, bəlkə də bu söhbətdən sonra biraz düşünəsiniz. Görəsən, qanunların təhlükəsizliyə və məsuliyyətə bu qədər diqqət yetirməsi, şirkətlərin gündəlik fəaliyyətinə, onların riskə yanaşmasına, ümumiyyətlə işçi rifahı ilə bağlı korporativ mədəniyyətinə necə təsir edir? Yəni bu, sadəcə qanuna əməl etməkdir, yoxsa daha dərin təsirləri var? Düşünməyə dəyər bir mövzudur.